Test Tədris Mərkəzinin Riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü mövzumuz sadə və mürəkkəb ədədlərin dərs izahı olacaq. Dərsimizin izahına keçməzdən öncə onu da bildirim ki, bizim hal-hazırda ödənişli və ödənişsiz qruplarımız mövcuddur. Dərslərimizdən yararlanmaq üçün 077 598 38 00 əlaqə nömrəsi ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. İndi isə keçirik dərsimizin izahına. Bugünkü mövzumuz nədir? Sadə və mürəkkəb ədədlər. Sadə ədədlər nədir? Mürəkkəb ədədlər nədir? Sadə ədədlər hansı ədədlərə deyilir? Sadə ədədlər o ədədlərə deyilir ki, 1-ə və özünə bölünür. Yalnız və yalnız 2 dənə bölən olur. 1 və özü. Yəni, həm ədəd özünə bölünür, həm də 1-ə bölünür. Yəni, bu 2 ədəddən artıq böləni olmayan, yəni yalnız və yalnız 2 ədəd olur da böləni. 1 olur, bir də həmin ədədin özü olur. Məsəl üçün, nümunə üçün yazırıq 7 və yaxud 5 və yaxud 13. 7-nin bölənləri nədir? 1 və 7. 5-in bölənləri 1 və 5. 13-ün bölənləri 1 və 13. Demək, biz sadə ədədlərə necə ədədlər demişdik? 1-ə və özünə bölünən ədədlər. Bax, 7 sadə ədəd olduğu üçün 1-ə və özünə bölündü. 5 sadə ədəd olduğu üçün 1-ə və özünə bölündü. 13 sadə ədəd olduğu üçün 1-ə və özünə bölündü. Bəs mürəkkəb ədədlər nədir? Mürəkkəb ədədlər 2 dənə böləni olan ədədlər sadə ədədlər adlanır. Artıq mürəkkəb ədədlər 3 və daha artıq böləni olan ədədlər sayılacaq. Mürəkkəb ədədlər 3, yəni 3-dən yuxarı olmalıdır. 3 və daha üzəri böləni olmalıdır. Mürəkkəb ədədlərə nümunə isə deyə bilərik, məsəl üçün 10 və yaxud 15 və yaxud 20. Bunlar mürəkkəb ədəd sayılacaq. 10 hansı ədədlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 5-ə bölünür, bir də özünə bölünür. Artıq 4 dənə böləni var. Bizim də qaydamızda mürəkkəb ədədlərdə öyrəndik ki, 3 və daha artıq böləni. Artıq onun 4 dənə böləni var. Demək, 10 mürəkkəb ədəd hesab olunacaq. 15. 15 necə ədəddir? Mürəkkəb ədəddir. İndi izah edək. 15 necə mürəkkəb ədəddir? 15 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 15-in özünə bölünür. 4 dənə böləni var artıq. Demək, 15 də mürəkkəb ədəd hesab olunacaq. 20-yə baxırıq. 20 həm özünə bölünür, yəni 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 5-ə bölünür, bir də 20, yəni həm də özünə bölünür. Artıq 20-nin 5 böləni var. Demək, bizim də mürəkkəb qaydalarımızı yadımıza salsaq, bilərik ki, mürəkkəb ədədlərimizin 3 və daha artıq böləni olduğunu biz dərsimizin izahında öyrəndik. Demək, 20 ədədi də mürəkkəb ədəd hesab olunacaq və mövzumuzda sadə və mürəkkəb ədədləri öyrəndik bugün və sadə və mürəkkəb ədədlərə aid bir cədvəli sizə cədvəl tərtib etmişəm və orada aydın açıq biz ədədlər tam hansı ədədlər 100-ə bölünür, 100-lük kvadrat cədvəli götürmüşəm və o cədvəlin içərisində 2 rəngdə qeyd etmişəm və həmin cədvəldə siz sadə və mürəkkəb ədədləri görəcəksiniz. Sadə ədədlər, sarı ilə verilmiş ədədlər, bax, sarı rəngli verilmiş xanalardakı ədədlərimiz sadə ədədlərdir. Bax, 100-lük kvadratda 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29, 31, 37, 41, 43, 47, 53, 59, 61, 67, 71, 73, 79, 83, 89 və 97 ədədləri sadə ədədlər hesab olunacaq. Sual verərsiniz ki, müəllim, bəs 1 mürəkkəb ədəddirmi? 1 nə mürəkkəb ədəddir, nə də sadə ədəddir? Nə sadədir, nə də mürəkkəb. Yəni, biz 1-i mürəkkəb ədədlər rəngində verə bilərik. Amma 1 nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. Yəni, 1
bir dənə yalnız və yalnız özünə bölünür. Biz də demişdik ki, sadə ədədlər birə və özünə bölünən ədədlərdir. Birin böləni bir özü olduğu üçün bir nə sadə ədədlər qrupuna aiddir, nə də mürəkkəb ədədlər qrupuna aiddir. Bugünkü mövzumuz oldu sadə və mürəkkəb ədədlər. İzahımız yararlı oldusa, bəyənə bilərsiniz, dərslərimizdən yararlana bilərsiniz. İnşallah gələn mövzuların izahında görüşənədək.